Bu nədir Aysel? Eksotik meyvə səbəti. Mamama yeni il hədiyyə salmışam. Canım anam. Mən bu yaşıma qədər belə meyvə görməmişəm. Dragon meyvəsidir da. Mamanın bir dragon meyvəsi satmırdı Aysel. Bu dünyanın ən dadlı meyvəsi mangustindir. Bu çiyələyə oxşayan nədir? Bu rambutandır. Bilirsən nə dadlıdır? Bəs bu? Bu ulduz meyvəsidir. Qeyri-adi dadı var. Bu boyda ananas olur. Mini ananasdır da. Dadı bilirsən necə mükəmməldir. Yox, bilmirəm. Bu meyvələr dünyanın dörd bir yanından gəlir. Dörd bir yanında 4 qat qiyməti olar hər halda. Freshman səhifəsində yeni ilə özəl düz yanvar ayının axırına qədər endirim kampanyasıdır. Bu gördüyün hədiyyəlik səbət çox münasib qiymətədir. Soruşmaq ayıb olmasın. Mənim mamama nə hədiyyə almısan? Ekzotik çaşqa. Ayşe, bu tələbə vaxtı kafelərdən uğradım çaşqaya oxşayır. Harası eksotikdir. Başladı yenə. Vasmoy bazarında kilo ilə satırlar.